Doktor, antibiotik qəbulundan sonra əksər insanda bağırsaqlarda pozulma baş verir, ishal, ümumiyyətlə həzm sisteminin pozulması halları olur. Ümumiyyətlə antibiotik qəbul edən şəxslər yanaşı olaraq hansı dərmanları içməlidir ki, bu problemi yaşamasın? Antibiotika başladığımız zamandan mikroflora elə insanda var pozula bilər, elə insanda var pozulmaya bilər. Yəni antibiotika başlayan zaman bir probiotik verək, bağırsağın mikroflorası pozulmasın, bu doğru bir yöntəm deyil. Burada bir də antibiotikin verilmə müddətindən asılıdır. Misal üçün 3 gün, 5 gün qısa zaman verilən antibiotik, geniş spektrli antibiotik deyilsə, çox zaman mikrofloranı pozmaz. Amma geniş təsirli antibiotiklər uzun müddətli verilərsə, bəli, bunların bağırsaq mikroflorasını pozma ehtimalı var. Əgər o pozulma başlayarsa, onda biz probiotik yaxud göbələk əleyhinə, kandidoz əleyhinə dərmanlara keçməliyik. Amma ilk öncədən antibiotika başlayan kimi dərhal probiotik başlayım, göbələk əleyhinə dərman başlayım, bu müasir təbabətdə doğru bir yöntəm deyil. Yalnız kandidoz gəlişərsə, mikroflora pozularsa, onda bir tədbir görülməlidir.